Çıxış üçün söz verilir Əminə Seyidzadəyə, Masallı rayon Yeni Azərbaycan Partiyasının təşkilatının sədr müavini. 20-ci əsrin əvvəllərində azadlıq aşiqlərimizdən biri olan Məhəmməd Hadinin nə üçün mənim xalqımın imzası dünya xalqlarının imzaları arasında görünməsin dərdli bir çağırışına, rahat uyu şair, sənin xalqının imzası artıq dünyanın ən qüdrətli ölkələrinin imzaları arasında öz işığını saçır. Mənim bir arzum var və güman edirəm ki, möhtərəm prezidentimiz bu bayram günü mənim arzumu ürəyimdə qoymayacaq. Cənab prezident, mən adlarını çəkdiyim bu azadlıq mücahidlərinin artıq azad olmuş ruhları xatirinə, mənim bir Azərbaycanlı gənci kimi sizə olan sonsuz və yüksək ehtiramım xatirinə, Azərbaycan adlı məmləkətin bütün dünyada varlığını təsdiq etmək üçün imza atan o müqəddəs əllərinizi sıxmaq istəyirəm.